böyük hədis alimi Məhəmməd ibn Yaqub Kuleyninin Usul-i Kafi əsərinin 1-ci cildinə baxsalar, görərlər ki, İmam Cəfər-i Sadiq əleyhissalam təqribən 75 mənəvi göyçəklik sadalayıb. Yəni, hər bir möminin kamil mömin olması üçün həmin o 75 əxlaqi, mənəvi normativə əməl etməsi, o cümlədən onların ziddi olan işlərdən çəkinməsi şərt qoyulub. Yəni, hər kəs həmin hədisdə keçən o əxlaqi normativlərə riayət etməyi bacarsa, özünü uca dərgahda kamil bir mömin kimi görə bilər. Həmin əxlaqi keyfiyyətlərdən biri də biz görürük ki, əhdə vəfa etməkdir.